Bugün sizlerlə birlikdə Minecraftda uçan roket düzəltməyi göstərəcəm. Birinci videodan əvvəl düzəltdim. Belə öz-özünə gedir. 2-3 qabağa gedir, arada bir arxaya gedir, sonra tezdən qabağa gedir. İlk növbədə qızıl bloğunu alıb belə bu göstərəcəyim şəkildə qoymalıyıq. Sonra slime bloğunu alıb hər tərəfi bu şəkildə qoymalıyıq. Gözləmcini yüzü alta baxacaq şəkildə qoyduqdan sonra pistonu yuxarı baxacaq şəkildə qoyuruq. Sonra slime bloku götürüb 2 dənə üstə çıxırıq. Bundan sonra bunları altdan belə eləyirik. Əgər bunlar səhv düzülsə işləməyə bilər. Bunları da qoyuruq. Sonra piston qoyuruq altına. Piston qoyduqdan sonra altdakı bu qızıl bloğunu qırdıqdan sonra işə başlayır. O bir də uçdu. Bunlar Minecraftdakı hündürlük bloklarını çıxa biləcək maksimum hündürlüyə qədər çıxa bilir. Nə oldu? Bunlar lap yuxarı qalxdıqdan sonra alanı keçirəndə adam hələ bilir kosmosdadır. Videonu dondurup bunları yuxarı qalxdıqdan sonra göstərəcəm. Bəli dostlar, indi bir dəqiqə bura düzəltdiyimiz roketin qalxa biləcəyi maks hündürlüyə qalxdı. Videoda düzəltərkən demək yadımdan çıxır. Burada buna 3 qoymamışam, yəni 2 blok. Yəni bir maneçilik törətmir. Arxadan gəlir, hayda. Neysə. Elə bulutlar keçdikdən sonra blokların, Minecraftda olan blokların qalxa biləcəyi maks hündürlüyə qalxır. İndi bir dəqiqə havanı axşam eləyək. Saat axşam eləyək. Gecə yarışı olanda belə yuxarı baxanda adam özünü kosmosda kimi göstərir. Bununla da neyini istəyirəm. Neysə, çox sağ olun.